Hoş gördük değerli izleyiciler. Her vaxtınız xeyir olsun. ABTV kanalında bugün İzzəddin Həsənoğlu işığındayıq. Azərbaycan türkçəsində ilk şeir yazan böyük şairimiz. İzzəddin Həsənoğlu həm də Türk dünyasının ilk siyəridir. Siyər nədir? Bu və digər suallara az sonra hörmətli alimimiz cavab verəcək. Bizimlə olun, bizdən ayrılmayın. Değerli izleyiciler, müşahidə etdiyiniz bu kitab yaxın günlərdə çap olunub. Türk dünyasının ilk siyəri Kitab-ı Sirətün Nəbi İzzəddin Həsənoğlu. Bu kitabın müəllifi dosent doktor Seyfəddin Altaylı hal-hazırda bizim ABTV studiyasındadır. Hocam hoş gördük sizi. Çok teşekkür ederim, sağ olun. Sağ olun. Hocam həm də Azərbaycanda Avrasiya Universitetinin müəllimidir. Uzun illərdir ki, bax, bu filologiyanın, ədəbiyyatın sirlərini gənc nəslimizə öyrədir. Çox təşəkkür edirik bu sağ olun. Əməlinizə görə, bu addımınıza görə. Amma gerçəkdən İzzəddin Həsənoğlunu bir daha Azərbaycan cəmiyyətinə tanıtdırdınız. Buna görə də xüsusi təşəkkür edirəm. Gəlin elə İzzəddin Həsənoğlu kimdir sualı ilə başlayaq. Sonra bu kitabı bir daha izləyicilərimizə təqdim edəyək. Mən verilişimizin əvvəlində Türk dünyasının ilk siyəri dedim. Bax, ilk siyər nədir? Sirətün Nəbi nədir? Bax, bunlar haqqında izləyicilərimizə məlumat verək. Buyurun. Çok sağ olun Rüfət bəy. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bu imkanı yarattınız xalqıma. Sizin vasitənizdə səslənmə imkanı tapdım. Sirət, İslamdan əvvəl ərəblər, onlar biraz pafosa çox alidədirlər, meyillidirlər. Toplanıp bir arada gəldikləri zaman öz tayfalarının başçılarını, böyük şəxsiyyətlərini, şairlərini öyərmişlər. Hə. Və bu ənənə davam edir. Ta Hz. Məhəmmədin zamanına kimi. Hz. Məhəmmədin vaxtında artıq bu yavaş-yavaş yolunu dəyişir. Hz. Məhəmmədin müşriklərlə olan mübarizələri, sonra Hz. Əlinin cəngnamələri bu sirət deyilən toplantılarında da dilə gətirilir və başlayırlar danışmağa. Sonra bu əsərlər çoxalır. Çoxalınca bunlara siyər-i nəbi deyirlər. Yəni Peyğəmbərin siyəri. Siyər sirətin cəm halıdır. Və burada Hz. Məhəmmədin həyatı, keçdiyi yol, onun peyğəmbərliyi yayması, peyğəmbərliyin ona gəlməsi və Hz. Əlinin İslam uğrundakı mübarizələri tamamı bu cür əsərlərdə dilə gətirilib. Elə yeri gəlmişəm, mən bir şey daha əlavə edeyim icazənlə. Bizdə Hz. Əliyə qarşı çox böyük bir məhəbbət var. Və təəssüflər olsun ki, bu İran şiəliyi vasitəsilə bu Hz. Əli birinci imam kimin qəbul edilib və o birinci imam olduğuna görə güya biz onu çox sevirik. Əslində bu belə deyil. Yəni bunun Hz. Əliyə Türk millətinin duyduğu məhəbbət şiəliklə uzaqdan yaxından əlaqə yoxdur. Belə bir şey yoxdur. Çünki məsələ sünnilər də gedirsən onların məscidlərinə yazıb Allah, Məhəmməd, Hz. Əbu Bəkir, Hz. Ömər, Hz. Osman, Hz. Əli, bu 4 xəlifə. Ayasofya'da da yazılmışdı. Sonra yazır Həsən və Hüseyin. Və məsələn bizim şiə toplumunda Hz. Əliyə qarşı və Hz. Hüseynə qarşı ifrat dərəcədə məhəbbət var. Axı Hz. Hüseyin şəhid olub Kərbəlada Nədir onun səbəbi nədir? O ifratın səbəbi nədir? Ona deyəcəm da elə. Ona hər şeyimiz fəda olsun. Hz. Həsən də Hz. Əlinin oğludur, Peyğəmbərin nəvəsidir, Hz. Hüseyin də. Nəyə görə Hz. Həsənin nəslindən gələnlərə biz seyid demirik? Amma Hz. Hüseynin sülbündən gələnlərə seyid deyirik. Nəyə görə Hz. Həsən də şəhid edilib, Muaviyyə tərəfindən zəhər verilib, şəhid edilib? Nəyə görə onun şəhadətini, məsələ Hz. Hüseyndən böyük olduğu halda yaşca, biz onu ikinci plana atırıq. Amma Kərbəla hadisəsində şəhid olan Hz. Hüseynin
ona olan duyduğumuz məhəbbəti daha ifrat dərəcədə irəli aparırıq. Bunun bir səbəbi var. Həzrət Hüseynin həyat yoldaşı Ümmü Gülsüm Fars Kisrasının qızıdır. Burada Fars dövlətinin siyasəti araya girir. Bax, bu nə qədər... Bu Gülsüm o Farsların dediyi Şəhrabanudur. Bəli. Yəni, Həzrət Hüseynin həyat yoldaşı Fars olduğuna görə Fars şiəliyi bizə hiss etdirmədən öz daxili dövlət siyasətinə çəkir. Yəni, Sasani şahlığının bir varisi kimi. Bəli. Elədirmi? Elədir. Gələk Həzrət Əliyə olan məhəbbətə. Bizim İslamdan öncəki, daha doğrusu səmavi dinlərdən, xristiyanlıqdan, müsəvilikdən öncəki zamanlarda, eradan qabaq deyək 5000, 10.000 il əvvəl bizim qəhrəmanlarımız vardı. Bunlar döyüşdə ən qabaqda iştirak edirdilər. Xalq üçün, vətən üçün, dövlət üçün öz canlarından keçirdilər. Bunlara bir obraz yaratmışdıq biz, Alp tipi, Alp obrazı. İgid döyüşçü. Bəli, İslamı qəbul etdikdən sonra bu Alp obrazını biz kimə yükləməliyik? Hansı insana bunu qoşmalıyıq ki, biz onun şəxsində bizim milli qəhrəmanımıza çevrilsin və biz onu həddən artıq sevək. Cəngavərlik tarixçəsi olsun da. Bu kimdir? Həzrət Əlidir. Allahın aslanıdır. İslamın bayraqdarlarından birisidir. Həzrət Məhəmmədin əlində böyümüş bir insandır və hər bir peyğəmbərə Allah Teala bir can güdən göndərib. Həzrət Musaya asasını verib. Əsasını atdığı zaman yerə əjdərha olurdu. Və ya əsasını Qırmızı dənizə vurduğu zaman dənizi ikiyə ayırmışdı, yol açmışdı, İsrail oğulları oradan keçmişdi. Həzrəti İsa'ya Məsih gücü vermişdi. Həzrəti İsa əlini çəkirdi ölən adamın üstünə və o ölü dirilirdi. Həzrəti Məhəmmədə də Həzrəti Əlini qoruyucu kimi vermişdi. İslamı qoruyan adamıdır. Və bu gördüyünüz Kitab-ı Sirətün Nəbi həm Həzrət Məhəmmədin həyatı mübarizəsi, həm də Həzrəti Əli cəngnamələrinə həsr edilmiş bir əsərdir. Kitab ana dilimizdə yazılıb, elə? Bəli, ana dilimizdə. Yəni, gəlin açıq etiraf eləyək də, niyə biz İzzəddin Həsənoğlunun bu siyərliyini öyürük? Çünki bu dilimizin 13-cü əsrdə yaşamasında müstəsna rolu olan bir şəxsiyyətdir. Yəni, biz 13-cü əsrdən öncə, məsələn, Nizami 12-ci əsrdə məsələn, amma Nizamidə biz türkçə şeir görmürük. Düzdür, iddialar var ki, onun da türkçə divanı olub, amma tapa bilmirik. Mən məsələn tapa bilməmişəm oxuyam. Güneydə bir zamanlar onu araşdırırıq. Amma Həsənoğlu gerçəkdən öz şeirlə biz orta məktəbdə ədəbiyyat dərsliklərində onun o məşhur qəzəlini oxumuşduq, hamımız bilirdik. Ona görə bizim üçün Həsənoğlu əsasən dilimizi yaşatdığına görə önəmlidir. Bəlkə də yanlışım var. Yox, düzdür. Bizim 13-cü yüzyıla gəldiyimiz zaman mən bir tarixi hadisəyi xatırlatmaq istəyirəm. 13 may 1277. Qaramanoğlu Məhəmməd bəy Konya qalasını aldığı zaman bir divan yığıncağı toplanır, onu vəzirliyə seçirlər və bir fərman çıxarırlar. O fərmanda deyir ki, indən belə küçədə, meydanda, dərgahda, bargahda türkçədən qeyri dil danışılmayacaqdır. 1277-dir. 1277. May ayının 13'ü, doğru. İzzəddin Həsənoğlu da həm onun çağdaşıdır ya, o dövrdə yaşamış bir insandır. Və təəssüflər olsun ki, o vaxt bir çox bizim ziyalımız Fars dilində, ərəb dilində əsərlərini yazdığı zaman Azərbaycanda İzzəddin Həsənoğlu, Anadoluda Mevlana'nın müridi Əhməd Fəqih türkçəyə yönəlirlər, türkçə yazırlar əsərlərini. Həmin dönəm Yunus Emre dönəm deyilmi? Yunus Emre bir dövr sonra. Biraz sonra. Ondan sonra. Yəni dilinə görə deyirəm. Əhməd Fəqihdən sonra. Əhməd Fəqih ondan daha qabaqdadır. Yəni bu iki şəxsiyyət, biri Azərbaycanda, biri Anadoluda bizim dilimizə can verən, onun bayraqdarlığını eləyən insanlardılar. Ona görə
Biz bu insanlara həddən artıq əlaqə göstərməliyik. Onların əsərlərini yeni nəsillərimizə çatdırmalıyıq ki, bunları tanımalıdırlar, bilməlidirlər. Çox təşəkkür edirəm. Keçək istəyirsiniz Həsənoğlunun yaşadığı dönəmə, Həsənoğlunun yaşadığı yurda. Nəyə görə? Biz Azərbaycan türkçəsində ilk yazan şair kimi tanıyırıq Həsənoğlunu, amma etiraf eləyək ki, Həsənoğlu Azərbaycan coğrafiyasında doğulmayıb. Esferain farsların dediyi bölgə Xorasandır. Xorasan türk coğrafiyasıdır. Bəli. Amma biz onu Azərbaycan türkçəsində İzzəddin Həsənoğlunun türkçəsi niyə məhz Azərbaycan türkçəsi hesab olunur? Onun Azərbaycanla əlaqələri, yəni fərqi yoxdur ya. Bəlkə də həmin dövrün türkçəsi bu qədər anlaşılan idi. Mən istəyərdim bu haqqda fikrinizi eşidək. Əvvəla onun dünyaya gəldiyi, yaşadığı yerdən başlayaq. Adını da çəkdiniz, Əsfərain. Farslar o Əsfərain deyirlər. Amma onun əsli bizim dilimizdə İsferaindir. İsferain, bəli. İsferain. İs qədim türkçədə qoxu deməkdir, iy deməkdir. Bu İsferain Şahcahan dağına söykənmiş bir mahaldır. Şahcahan dağında da yaz gəldiyi zaman o qədər gözəl çiçəklər bitirlər ki, o çiçəklərin ətri külək gəldiyi zaman aşağıya vurur və insanı valeh edir. İndiki izləyicilər üçün də maraqlı olar. İndiki coğrafiyanın götürsə, məncə Məşədlə Bojnurdun arasına düşür, eləmi? Doğru mu? Bəli. O adını qoyurlar oranın İsverən. İsverən, yəni İsverən. Gözəl qoxu verən. Gözəl qoxu verən. Bu İsverən daha sonra zaman ərzində İsferain şəklinə düşür. Və Həsənoğlu orada böyüyür, boya başa çatır, orada kamilləşir. Həsənoğlunun namı gedib Misirə çıxır, Məmlük bölgə sultanlığına. Məmlük sultanlığı da o vaxt Azərbaycanda, Anadoluda və Qıpçaq çöllərində yaşayan insanların, türklərin dilinin kamilləşdiyi, inkişaf etdiyi yerdir. Baxmayaraq ki, o Məmlük dövlətini, ona türkçədə köləmənlər deyirlər, yəni qul olan, kölə olan türklərin yaratdığı dövlət. Misir məmlükləri. Misir məmlükləri. Orada məşhur olur və Dövlət Şah Səmərqandi də yazdığı təzkirət-i şüarasında cəmi 6-7 sətirlik bununla bağlı məlumat verir. Amma onun xaricində indiyə kimi heç bir məlumat yox idi. Amma mən axtardım. Yəni qismət mənə imiş. Allah bunu mənim alnıma yazmış demək ki. Və bunun haqqında mən epey məlumat yığdım. Həsənoğlunun 2 dənə şeyxi var. Biri Şeyx Əhməd Zakir, ikinci şeyxi Şeyx Sədəddin Həmmavidir. Sədəddin Həmmavi həm oğlu Sədrəddin Həmmavi, həm də bu Qazan xanın dövlətin adı, bax yadımdan. Elxanilər. Elxanilər. Elxanilər dövlətinin sultanıdır. Elxanilər dövlətinin sultanının mavini olan Novruz bəy. O da Sədəddin Həmmavinin bibisi oğludur. Qazan xana o qədər İslamı danışırlar ki, və Qazan xan 1295-ci ildə Elbruz dağlarının Lar vadisində İslamı qəbul edir. İslamı qəbul edir və o İslamı qəbul etdiyinə görə də 100 min nəfərlik təqribən Monqol qoşunu hamısı müsəlman olur. Müsəlmanlaşırlar. Ancaq İzzəddin Həsənoğlu Elxani dövlətinə qarşı olan bir insandır. Çünki Elxani dövləti Monqollarındır, işğalçıdır. Monqol işğalına qarşı çıxan bir şəxsiyyətdir bu adam. Bu sadəcə biz İzzəddin Həsənoğlunu bir şair kimi, bir ədəbiyyat xadimi kimi tanıyırdıq. Amma əslində elə deyilmiş. Bu adam tamamilə siyasət xadimidir. Və onun qoyduğu irs Sərbədarilər hərəkatının yaranmasına səbəb olur. İranda Sərbədaran deyirlərdi ona. Sərbədarilər hərəkatı, yəni başını dara verənlər hərəkatı. Bu onun rəhbəri də Əbdülrəzzaqdır. Üsyan edir Başdin bölgəsində və o Sərbədarilər hərəkatını yaradır. Epey də o bölgədə hökmran olur. İzzəddin Həsənoğlu bu cür bir insandır. Bu o Əhməd Zakirin, Şeyx Əhməd Zakir Gürpan kəndinin sakinidir.
Bu da onun müridi olduğuna göre Gürpan kəndinə yaxın bir 500 metr aralıqda bir mağara varmış. O mağara həmin Şeyh Əhməd Zakirin mədrəsəsi imiş, həm də o da zikir ayinlərinin keçirildiyi yermiş. Və Həsən oğlundan sonra Şeyh Əhməd Zakirin birinci müridi olan şəxs var. Nurəddin Əbdürrəhman Kəsrəgi. Bu əslində İzzətin Həsənoğlu Şeyh Əhməd Zakirin birinci mürididir. Ancaq bir gün Şeyh Sədəddin Həmmavi Cüveynindən gəlir Azadvardan, Gürpan kəndinə gəlir. Kəndə gəlir, orada Şeyh Əhməd Zakirə bir adamını yollayır. Deyir ki, get Şeyh Əhməd Zakirə de ki, gəlsin ona icazətnamə yazım. Əhməd Zakir də, Sədəddin Həmmavi də Əli Lalanın xəlifələridirlər. İkisi də xəlifədir. Və ona mürid olublar, sonradan onun xəlifəsinə çevriliblər. Bu, Şeyh Əhməd Zakirin zoruna gedir. O gələn adama deyir ki, get Sədəddin Həmmaviyə denən ki, mən Allaha Sədəddin Həmmavinin icazəsi ilə ibadət etmərəm. Bunu da İzzətin Həsənoğlu eşidir. Bu, birinci mürid olduğuna görə gedir ki, Sədəddin Həmmaviyə desin ki, sən də şeyxsən, bu da şeyxdir. İkiniz də Əli Lalanın müridisiniz. Niyə belə səhvə yol verdin, mənim şeyximi incitdin? Həmmavi də bunun birinci mürid olduğunu bildiyinə görə, baş mürid olduğunu bildiyinə görə İzzətin Həsənoğluna o qədər də yaxın əlaqə göstərmir. Və oradan qayıdıb gəlir təkrar Gürpan kəndinə. Bunun xəbərini alır Şeyh Əhməd Zakir və hirslənir. Zikir bitdikdən sonra nəleyini çıxarır, Həsənoğlunun kürəyinə yüngülcə iki dənə belə vurur, deyir ki, sən mənim birinci müridimdin. Mənə icazətnamə yazmaq istəyən bir adama məndən icazəsiz niyə getdin? Həsənoğlu da bunu danışıb deyə bilmir ki, axı, mən bu səbəblə getdim və deyir ki, artıq çıx get, mənim müridim deyilsən. Və Həsənoğlu oradan çıxır, gedir Sədəddin Həmmavinin yurduna, onun müridi olur və qısa bir müddət sonra da vəfat edir. Yəni, o Qazan xanın 1295-ci ildə müsəlman olmasından bir neçə il sonra, mən şəxsi təxminimə görə 1295-98 arasında İzzətin Həsənoğlu vəfat edir və Şeyh Əhməd Zakir də Nurəddin Əbdürrəhman Kəsrəgini özünə baş mürid təyin edir. Və Nurəddin Kəsrəginin verdiyi məlumata görə deyir ki, mən öncələri Şeyh Əhməd Zakirə canım qızmırdı. Çünki o pəpəmə idi və ümmi idi. Mən o ümmi olduğuna görə, pəpəmə olduğuna görə mən onun daxili dünyasına daxil ola bilmirdim. İç yüzünü görə... Pəpəmə nə deməkdir? Yəni, dili pəltək. Pəltək, pəltək. Dili pəltək. Və deyir, Allah razı olsun, mən İzzətin Həsənoğlu ilə tanışdım. İzzətin Həsənoğlu mənə şeyxin kim olduğunu, nə cür bir insan olduğunu mənə başa saldı. Yəni, iç dünyasını şeyxin İzzətin Həsənoğlu və onun sevməsinə səbəb olur. İzzətin Həsənoğlunun həyatı elə mən belə anladım ki, elə Xorasanda keçib, eləmi? Yəni, o coğrafiyada. Xorasanda keçib, mən onun şəxsən Təbriz mühitində yaşadığına inanıram. Çünki onun dilində bəzi sözlər var. Məsələn, ahıl əyan bugün də Azərbaycanda yaşayırmı? Bakı kəndlərində yaşayırmı? Var. Türkiyədə yoxdur bu. Sonra deyir ki, Cəbrail Həzrəti Məhəmmədə səslənir. Həzrəti Məhəmməd səs gəldiyinə görə hürkür. O vahiməli bir səsdir. Və İzzətin Həsənoğlu Cəbrailin ağzı ilə deyir ki, ya Məhəmməd, yuxarı bax, yuxarıva. Yuxarıva. Bəri gəl, bərüva. Bu sözlər harada var? Təbrizdə var. Təbrizdə. Bülövə deyərlər. Bülövə deyirlər. Biləsinə deyərlər. Bəli. Doğru. İzzətin Həsənoğlunun ümumiyyətlə yaradıcılığı, bu əsəri sağ olun çap etdirmişsiniz, hazırlamışsınız daha doğrusu və çap etdirmişsiniz.
çox şaxəlidir sanki. Həm qəzəlləri var, həm Bəli, o haqqda fikrinizdə eşidək. Yəni təqdimat üçün, yəni İzzəddin Burada Sağlıoğlu. Həsənoğlunun 10 dənə qəzəli var. Bu sirətin içində və bunda deyim ki, bu əsər yarımçıqdır. Eləmi? Bəli. Və bu əsəri çap etdirdikdən sonra Türkiyənin Milli Kitabxanasında 351 səhifəlik bir əlavəsini daha tapdım. Hə, mənbələr də farscadır gördüyüm qədərilə. Farscada var, Türkçədə var. Şeyx Nurəddin ki, bu Əsfəran, Əbdürrəhman. Əsfərayini. Əsfəray, doğru. Hə, özü kiçik deməli rəqəmlər, hərflərlə çap olunur. Yəni bu daha böyük ola bilərdi, elə mi? Daha böyük ola bilərdi. Doğru. İzzəddin Həsənoğlunun dönəmi və vəfatı gəlib çıxır 14-cü əsrin astanasına. Eləmi? 14-cü əsrə çatmır. Çatmır da o astanası deyir. 1298-ə uzaqbaşı. Hə, yəni ondan sonra gəlir 14-cü əsr. Ona görə deyirəm. Bax İzzəddin Həsənoğlu irsini davam etdirənlər olubmu? Təbii ki. Yəni hansı şairlər onun irsi ilə davam? Məsələn, Anadoluda Əhməd Dai bunun şeirlərini nəzirə yazıb. Ondan sonra Azərbaycanda bir çox şair bunun şeirlərini nəzirə yazıb. Yəni İzzəddin Həsənoğlu çox böyük şairdir. Hə, Rüfət bəy bir şey daha. Buyurun, buyurun. Bu kitab çap olunduqdan sonra bunu Türkiyədə kitabxanalarında və Avropada 40-a qədər nüsxəsini tapdım. Bu kitabın. Bu kitabın. Hə. Amma o kitabların tamamı özgə adlarla qeydə alınıb. Məsələ, Süleymaniyə kitabxanasının bir bölməsi var. Ahmet Zəki Pakalın bölməsi. Orada bir nüsxəsi var. O nüsxə Məhəmməd Haqqı adına qeyd edilib. Həzrəti Məhəmmədi İzzəddin Həsənoğlu öyür. Və bir yerində deyir ki, bu Məhəmməd haqqına kim bir dua qılsa 10 rəhmət idə ana xuda. Orada Məhəmməd haqqına, Həzrəti Məhəmmədə ünvanladığı bu sözü əsəri qeydə alan katiblər Məhəmməd Haqqı adlı şairinmiş kimin onu qeyd ediliblər. Və ayrı bir yerdə, məsələn, Həsənoğlu deyir ki, Həzrəti Məhəmməd üçün uşaqlığını dilə gətirdiyi zaman dərvişdir, öksüzdür. Yetim yəni. Öksüz, anasız yəni. Dərvişdir və öksüzdür. Bunu o beytə baxıb, dərviş öksüz bu şeiri, əsəri yazıb deyə onu qeydə alıblar. Məhəmməd, Məhəmməd Əfəndi, Abdurrahman, 2 dənə nüsxəsi bunun şeydədir, Berlində. Bir dənəsi Macaristanda, birisi də Sarayevodadır. Geri qalan 36-dan artıq nüsxə Anadoluda müxtəlif kitabxanalardadır və dəyişik adlarla qeydə alınıb. Çox maraqlıdır. Əslində İzzəddin Həsənoğlu bizim üçün, Azərbaycan üçün daha önəmli sayılır. Nəinki Anadoluda. Nəyə görə? Anadoluda dili yaşadan şairlərimiz olub da həmin dönəmdə. Amma nə yazıq ki, bizdə Həsənoğluya qədər şairlərimiz, mənim bildiyim qədər Nizami Gəncəvi dönəminin bir neçə şairi var da. Məsələn, Xaqani farsça yazıb. Farsça yazıb, bəli. Sürətdən Xaqani. Ən böyük şairlərimiz bunlar hesab olunurlar. Ondan sonraki dönəmdə Təbrizilər gəlir və s. Nəsimi də Həsənoğludan sonradır, elə deyilmi? Amma Nəsimi İzzəddin Həsənoğlunun təsirində qalmış bir insandır. Hə, onu istəyirdim deyəm. Adlarını çəkdiniz, Nəsimini qeyd eləmədiniz. Oradakı istəyərdim ki, Azərbaycan ədəbiyyatında türk əslində bizim ən böyük problemlərimizdən biri də ümumtürk ədəbiyyatını keçməməyimizdir. Ümumtürk tarixini keçməməyimizdir. Bunları keçsəydik, Həsənoğlu da türk şairi idi. Günümüzün şairləri kimi. Yunus Emre də türk şairi. Yəni anlayırıq da, biz bunu çox gözəl anlayırıq. Doğrudur, sonraki Osmanlının sonraki dönəmində olan şairlərin dilləri biraz qəlizləşdi. Sizin yanınızda cəsarət olmaz. Mən istəyərdim o məsələlərə biraz aydınlıq gətirək. Burada Həsənoğlunun dili, Yunus Emre'nin dili, sonra Nəsiminin dili. bir şey, ben Şeyxoğlu Mustafa diye bir şey var. Türk Anadolulu şairi.
ki Türkün dili namalum dildir. Şeyhoğlu Mustafa yazır. İbaretten neden mahrum dildir. Kuru ve sülbü serttir Türk'e benzer. Aha. Ter-i nazik dil andan ülke benzer. Çobut dildir. Bu dili irdedim çok, ağaçtır, yaxo taşdır, kim taşı yok. Soğuktur, tadı yoktur, tuzu yoktur. Yavandır, lezzeti özü yoktur. Niye? Niye? Kurşudname adlı eserinde Aha. Şeyhoğlu Mustafa Türkçe hakkında bunu yazır. Ve bütün eserlerini Türkçe yazıp. Ve eserinin yazdığı zaman ön sözünde değil ki ilk şeyinde, sayfasında. Bu Farsçanı, Ərəbcanı bilen az olduğuna göre, hamı Türkçe yazdığına göre ben mecbur oldum, eserimi Türkçe yazdım. Halbuki bu dil çok çobut, insanın hissiyatını dile getirecek hazineden məhrum bir dildir. Niye o cür yanaşmadı? Yani o dönemin tarihi şəraiti değil. Nizami niye Yazmadı. İskəndərnaməsini şeyle yazdı, Farsça ile yazdı. Çünkü hakimiyyətin şeyinlə, təkidi ilə, əmri ilə. İndi də elədi. Baxın, mənə nə maraqlıdır. Nizami yazmadı, Xaqani yazmadı, Farsça yazdılar. Amma Şeyx Mustafa dedinizdə. Şeyxoğlu Mustafa. Şeyxoğlu Mustafa yazdı, amma dili tənqid eləyərək yazdı. Həm də aşağılayaraq yazdı. Bu da biraz ziddiyyətlidir. Yəni paradoksaldır, ona görə onu istədim deyim. Nəsiminin də türkçə şeirləri var. Bax, o hansı təsir alıb Həsən oğlundan? Eyni rədifli şeiri var Nəsiminin. İcazə versən bu İzzətin Həsənoğlu'nun bir İzzətin Həsənoğlu bu əsərdə bir Miqdat, bir də Miyase obrazı yaradıb. Miqdat ilk Müslüman olan 10 nəfərdən biridir. Bu Hazreti Məhəmməd şeye getdiyi zaman, Mədinəyə getdiyi zaman bunu bırakır orada. Hazreti Məhəmmədə bir növ casusluq eləyir. Həbəşistana 2 dəfə müsəlmanlarla ziyarətə gedir. Həbəş sultanı ilə görüşürlər, qayıdır və peydərpey Hazreti Məhəmmədə xəbər yollayır müşriklərin fikirləri ilə bağlı. Və müşriklər Mədinə üstünə yeridiyi zaman onların içine qarışır. Və Mədinəyə çatdığı zaman bunlardan, müşriklərdən ayrılır, keçir Həzrət Məhəmmədin ordusunun səfinə. Miqdad. Və orada Həzrət Məhəmmədin əmisinin qızı Dubaa ilə evlənir, kəbinlərini də Həzrət Məhəmməd kəsir. Amma İzzətin Həsənoğlu ayrı bir Miqdad, ayrı bir Miyase obrazı yaradıb. Dəhşətli bir adamdır. Və bu əmisinin əsas atası bəydir. Atası ölür, əmisi bəy olur. Amma əmisi bunu qanadı altına alacağına bunu uzaqlaşdırır. Bu da dolanışığını çobanlıq eləyərək keçir anası ilə birlikdə. Və Həzrət Məhəmməd İbn Hişamla, yəni Əbu Cəhllə mübarizə olduğu yeritdiyi zaman Əbu Cəhl bu Cabir adlı şəxsin Miyase adlı bir gözəl qızının olduğunu eşidir. Və gedir ona elçi düşür ki, Cabiri də öz yanına çəksin, Həzrət Məhəmmədə qarşı daha güclü mübarizə etsinlər. Cabir də deyir ki, verdim. Gedir qızına deyir ki, belə-belə Əbu Cəhil İbn Hişam gəlmişdi, mən səni ona verdim. Deyir, ata, mən ona getmərəm. Mən, madəm ki, bunu elədin, car çəkəcəm, bütün Ərəbistanda nə qədər cavan varsa, mənlə evlənmək istəyən gəlsin meydanda. Hamısı bir-biri ilə vuruşsun. Ən sonda məni məğlub edən cavanla ailə quracağım. Dədə Qorqudda Bamsı Bəylə ilə Banı Çiçəyin hadisəsi. Gör, nə qədər yaxındır bir-birinə. Və orada əmisi buna deyir ki, sənə bu gedir, bütün rəqiblərini basır, məğlub edir. Ən sonda da Miyase də pəhləvan bir qadındır. Onu məğlub edir və adaqlanırlar. Gəlir, əmisi buna vaxt verir ki, 3 ay içində sən bu qədər qızılı, bu qədər qaftanı, bu qədər nə bilim qumaşı gətirirsənsə, mən qızımı sənə verirəm. Gətirməsənsə, yox. Bu da gedir, üz tutur Nuşərəvana.
Fars padişahına. Yəni çox şeydir də mən xülasə olaraq deyirəm. Gedir orada bir 3 ayı keçir. Gəlmir. Və Miyasə onun intizarı ilə bu şeyi yazır. İzzətin Həsənoğlunun həmin bu qəzəlini. Deyir ki, ey yigitlər sərvəri, sərvi rəvanım, qandasın. Gəl ki, yolunda rəvan oldu, rəvanım, qandasın. Qamətinin həsrətindən bu tənim oldu xəyal, sürətinin firqətindən yandı canım, qandasın. Qandasın rədifli bu qəzəlin ayrı bir variantı Nəsimidədir. Doğrudur. Ya bu biz Füzulini böyük şair sayırıq. Təbii ki, Türk ədəbiyyatının ən böyük şairidir. Amma Füzuli bağışlayın, təşbihdə xəta olmaz. Göbələk kimi çıxmadı ki. Məktəblər bunun məktəbi var. Onun məktəbi Nizamidən başlamış, Nizamidən əvvəlki şairlərdən başlamış, bizim dastan dövrümüzdən başlamış, o dastançılarımızın irsinin davamıdır və Füzulidə zirvəyə çatıb. Bax, bu əsərdə Rüfət bəy, ərəb adlarını götürün, o ərəb adlarının yerinə türkçə adlar qoyun, tərtəmiz bir dənə Oğuznamə olar. Dədə Qorqud da eyni ilə. Çox təşəkkür edirəm, amma istərdim günümüzlə bağlı da son olaraq fikrinizi alaq. Nəyə görə? Keçən ildə, inşil idi, belə bir xəbər yayıldı ki, Həsənoğlunun doğulduğu torpaqdakı məzarını dağıdıblar. Biz burada hörmətli Əli Şamil hocamızla bu haqda danışdıq. Sonra biraz qeyri-müəyyən xəbərlər gəldi. Gerçəkdən belə bir şey oldu və Həsənoğlu Türkçənin bayraqdarı olub da. Yəni biz onunla qürur duyuruq. Həsənoğlunun qəbrinin üzərinə getmək üçün yəqin ki, türk düşmənçiliyi olsun bunun içərisində. Və başqa bir şey ağlıma gəlmir. Çünki Peyğəmbərdən yazıb, dindar da bu işi görməz. Bu haqda əgər gerçəkləri izləyicilərimizə çatdıraq. Mən bu işə düşəndən sonra, yəni Həsənoğlu ilə bağlı araşdırmalar aparmağa başladıqdan sonra düşdüm bunun izinə haralıdır? İsfərayinlə. İsfərayindəki bir çox dostla əlaqə saxladım. Dedim ki, bunun qəbri varmı? Dedilər, var. Ancaq dağılmış vəziyyətdədir. Dedim, nə lazımsa onun qəbrini götürmək olarmı? Olar dedilər. Müəyyən işlər görüldü, mən də gördüm. Və çox gözəl qəbrini bərpa elədilər, gözəl bir şəkildə. Aradan bir 20 gün, bir ay mı, yoxsa 2 ay mı yaxın bir zaman keçmişdi. Bir xəbər gəldi ki, Fars şovinistləri qəbrini darmadağın eləyiblər. Və burada işin əvvəlində Həzrət Həsənlə Həzrət Hüseynin və Həzrət Əlinin danışdığım zaman Fars şiəliyi dedim, diqqət edərsəniz. Fars şiəliyi bizim millətimizin ən böyük düşmənidir. Peyğəmbər nə sünni idi, nə də şiə idi. Peyğəmbərin məzhəbi yox idi ki. Saf olan bir yol var, o da Qur'an yoludur. Müsəlmanlara yol göstərəndir. İzzətin Həsənoğlu da bu əsəri alın, bütün şeylərin, şeirlərinin, qəzəllərinin və irəli sürdüyü fikirlərin tamamı Quran ayələri ilə üst-üstə düşür. Quranı mükəmməl bilən bir insandır. Sən bu adamın qəbrini niyə dağıdırsan? Niyə rəsmi orqanlar buna icazə veriblər? Madam ki, Həsənoğlu özü də Quranın keşiyində duran bir şair olub. Bunun qəbri varmış, məqbərə imiş və güney tərəfində qapısı varmış, o qapının ağzında bir dənə ağdaş varmış. Çox yağarlıq olduğu zaman gedib o ağdaşı tərs çevirib 2 rəkat namaz qılarmışlar və yağarlıq dayanarmış. Çox qəribə şeydir. Və orada hər deyilə bilər ki, 4-cü gün, cümə axşamı günü kişili qadınlı gedib onun qəbrinin ətrafında əllərində qaval çalıb səsli pirə çevrilib. Zikir edərmişlər. Və o kimin özü xəstələnsə, malı, uşağı xəstələnsə, ərə getməyən qızlar,
evlənə bilməyən oğlanlar nəzir deyərmişlər. Və o nəzir neymiş? Demək, buğda, ondan sonra nə bilim düyü, qaxac ət, sarımsaq, müxtəlif ədviyyələrlə dənigi adlı bir yemək bişirərmişlər və o yeməyi 4-cü gün ora zikir ayini üçün gələn insanlara zikirdən sonra paylayarmışlar. Yəni bu belə bir adamdır. Sən bunun şeyinə sahib çıxacağına, ay İran, sən bunun qəbrini dağıtdırırsan. Belə dövlət olar. Özü adına qoyubsan İran İslam Cumhuriyyəti. Nə İslam? Çox təəssüflər olsun. Çox təəssüflər olsun ki, istəməzdim verilişimizi bu notlarla sona çatdıraq. Amma o yenidən bərpa olundu mu məzarı? Xəbər ala bilmədim. Olmayıb. Çox təəssüflər olsun. Yəni, ən azından mən şəxsən özüm Farsın böyük şairləri olan Hafizə də Sədiyə sayğım var. Təbii ki, o ədəbiyyat adamıdır. Ona saygı duymaq məcburiyyətindəyik. Sən bir ədəbiyyat adamına, o dilinə görə, onun yerinə görə gedib bu şeyi saldırmısansa, ya bu artıq insanlığın dibidir. Yəni bundan o tərəfəsi yoxdur. Həsənoğlunun ruhu şad olsun. Amin. Hörmətli hocamıza təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun ki, gəldiniz. Bir daha dəyərli izləyicilərin nəzərinə çatdırıram ki, bugünkü proqramımızın qonağı filologiya üzrə fəlsəfə doktoru, dosent, hörmətli hocamız Seyfəddin Altaylıdır. Sağ olun, sağlıqla qalın. Sağ olun. Təşəkkürlər.